Ən qorxulu olan bilirsən nədir? Qəflət yuxusundan oyananda artıq gec olmasıdır, zamanın keçməsidir. Peyğəmbər sallallahu aleyhi və alihi və səlləm buyurur, ölüm insanın gözlədiyi ən yaxın qonaqdır. Zamanından düzgün istifadə edən insanlar bu qonağa hazırdır. Gec deyil, nə qədər ki fürsət vardı, sən də öz zamanını dəyərləndirə bilərsən. Həzrəti Əli əleyhissalam buyurur, dünya səni aldatmadan sən dünyanı dərk elə. Bu dünyanı dərk eləyəndə zamanından da düzgün istifadə etməyi bacaracaqsan. Sosial şəbəkələrdə saatlarla vaxt keçirməklə, mübahisə və boş sözlərə vaxt itirməklə, daimi tənbəllik, sonra edərəm düşüncəsi ilə yaşamaqla, təəccüb edirəm o kəsə ki, ömrün boş yerə keçirir. Allah Qur'an-ı Kərimdə buyurur, İnnəl insənə ləfi xusur. Həqiqətən insan ziyan içindədir. Ona görə ki, insan ziyan içindədir, zamanından düzgün istifadə eləmir. Sənin şəxsiyyətin necə biri olmağın zamanından düzgün istifadə etməyinlə ölçülür.